Və məsəl üçün sizdə belə deyim də, indi fintech sahəsində o sahədə biz indi hal-hazırda istəsək çox çətin olar da yaratmaq, elə girmək çox çətin olar işə. Bəli, ildən ilə çətinləşir. Hələ yaxşı nümunə dediniz. Yəni biz biznesə başlayanda nə regulasiya var idi. Yəni görürdük ki, müəyyən xidmətlərə, müəyyən məhsullara tələbat var və o sahə boşdur və biz gördük ki, bazara nə lazımdır, bazarın inkişafı üçün xidmətləri, prosesləri daha asanlaşdırmaq üçün o işləri görməyə başladıq. İndi istər-istəməz hələ bir dənə regulasiyadan keçmək üçün artıq, yəni mənim kimi indi fərz eləyək ki, gənc, hansı ki bu sahədə çalışmayıb, indi bu bazara daxil ola bilməyəcək. Çünki həm nizamnamə tələbləri var, məbləğ olaraq, həm proseslər, həm komanda baxımından, yəni faktiki ancaq böyük bir holdinqlər, böyük şirkətlər artıq bundan sonra daxil ola bilər bu bazara. Vüqar bəy, baxın, mən başa düşməyə çalışıram ki, bax, sizin yığım şirkəti də hal-hazırda, mən tam adını bilmirəm də, yığım kimi tanıyıram. Yığım brendin adıdır əslində. Brendin adıdır, bəli. Mən bilmək istəyirəm ki, bax, burada sahibkar var, vergilər var, bank var. Siz burada bu zəncirdə hardasınız? Biz əlavə dəyər yaratmışıq ortalıqda, belə deyib. Buna deyirlər payment service provider da, ödəniş təşkilatı xidmətləri. Yəni biz elə bil ki, ortalıqda əlavə xidmətlər veririk və sahibkarlar üçün hesab edin ki, asan xidmət hansı məntiqlə işləyir. Onlar birbaşa özləri bir xidmət vermir, amma interfeys olaraq onları çıxış eləyir, insanlara xidmət verir. Daha da rahatlaşdırır da, belə biz də eyni şeyi sahibkarlar üçün eləyirik. Çünki çoxlu funksionallıq var, çoxlu oyunçular var bazarda və sahibkar bir-bir onların hər birinə vaxt itirməməlidir hansısa bir xidməti almaq üçün. Bizə müraciət edir, biz onları yığcam formada veririk. Dünyada nə axırıncı texnologiyalar var, birinci tez onları gətirə bilirik. Çünki misal üçün banklar o qədər çevik deyil, onların digər prioritetləri var, onların xidmət belə deyim də sayı o qədər çoxdur ki, yəni onlar hər şeyi çatdıra bilməz və burada texnoloji şirkətlər üçün böyük imkanlar yaranır ki, sahibkara uyğun, sahibkarı daha yaxşı başa düşərək ona uyğun proseslər qurmaq, onun biznesinə birbaşa dəyər vermək ki, o daha yaxşı ödəyicilərə xidmət göstərə bilsin.